Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Gördüyünüz halda 1,5 atmosferdə işlək vəziyyətdə hazırca qəşəng və səliqəli. Əgər sizdə təzyiq düşərsə kombinizdə, altda gördüyünüz krantı görürsünüz. Hər bir kombinin alt hissəsində bax belə bir krant var. Siz nə edirsiniz? Gördüyünüz bu krantı bax görürsünüz, sağa bağlayırsınız, sola açırsınız. Bildinizmi necə? Yəni saat istiqamətinə bağlanıb, əks istiqamətinə açılır. Açıldıqda bir də zəhmət olmasa, bir də ona diqqət eləyin ki, yəni gözünüz bunu açdıqda bareldə olsun ki, barel çox qalxmasın, 2 atmosferə qalxmasın. Bildinizmi necə? Yəni sabitləmə qalsın. Ondan da sonra siz belə bir şey edirsiniz. Birinci baxırsınız, burada krantı görürsünüz. Bu krantı dəqiq əmin olun axırda. Bareli əgər 1,5 qoyduqdan sonra görürsünüz 1,5-da. Bu krantı bağlı vəziyyətdə tutursunuz. Yəni saat istiqamətinə bağlayırsınız. Yəni açıq qalıb təzyiq çox artmasın içində. 3 atmosfer yarımı keçəndə əmniyyət ventili atır. Yəni bu gördüyünüz altında olan ki, bu başlığı görürsünüz. Buradan başlayıb su püskürəcək. Görürsünüz. Yəni püskürməsin deyə 1,5 atmosferdə saxlayırsınız. 3,5 atmosferə qoymayın qalxıb geçsin də. Yəni ki, bugünkü gündə burada krant var, göz var. Yəni buradan gördüyünüz halda açdıqda gözünüz olur bareldə. Əgər yox, birdən əgər ki, xəta koduna çevriliş edərsə, yəni usta çağırmadan qabaq, öncədən hər bir kombinin üzərində olur reset düyməsi. Olmayanlarda da söndür, yandır düyməsi reset düyməsini əvəz edir. 5 saniyə basılı şəkildə saxlayırsınız. Birinci barelə baxırsınız. Ola bilər təzyiq düşər aşağıya, ona görə xəta koduna çevriliş edər. Təzyiqi qaldırıb 1,5 elədikdən sonra reset düyməsini basırsınız. 5 saniyə saxlayırsınız, işə düşür. Bunun yanındakı da həm söndürə əvəz eləyir, həm də yay-qış moduna salmaq üçündür. Oldu. Əlavə sualınız olarsa, YouTube kanalıma zəhmət olmazsa abunə olarsınız. WhatsApp'dan da əlaqə saxlaya bilərsiniz. Nömrəmiz də 055 774 88 46. Mərifət Usta TV-yə də abunə olmaq yaddan çıxmasın, zəhmət olmazsa. Bu da universal Mərifət Usta. Sağ olun, Allah amanda. Gələn görüşlərə dək.